Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün də maraqlıdır. Məlumdur ki, 2000-ci illərə qədər qitə yoxsulluq və müharibələrdən əziyyət çəkən coğrafiyadır. Bugün isə təbii resurslar potensialına malik olan qitənin dəyəri yenidən qiymətləndirilir. Afrika istehlak mallarının istehsalından tutmuş, kənd təsərrüfatına, təbii sərvətlərin çıxarılmasına, infrastrukturun genişləndirilməsinə və sənaye istehsalına qədər bir çox sektorda inkişaf mallarının imkanlarını təklif edir. Son vaxtlar Afrika ölkələrinin rəhbərlərinin ölkəmizə ardıcıl səfərləri bunu təsdiqləyir. Qvinea-Bissauda Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Bu ölkə artıq 33 ildir diplomatik əlaqələr Azərbaycanla qurmuşdur. Bu ölkənin prezidenti həmçinin ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və prezident İlham Əliyevlə görüşüb. Qvinea-Bissau Respublikasının prezidenti bu ilin fevralında Azərbaycana səfəri ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası hökuməti ilə Qvinea-Bissau Respublikası hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişdə ölkələr arasında qarşılıqlı əlaqələrin səmərəliliyini və effektivliyini artıracaq. Beynəlxalq təcrübədə də vizasız səfər ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirir.